Salam, necəsiz? Bugün yenə sizlərlə müqayisə edəcəyik. Saat deyim sizə neçədir? Saat 01:14-dür. İndi başlayacağım dərsə. Ümumiyyətlə 2 gündür mən yuxudan oyana bilmirəm. Nə qədər eləsəm də, yəni ayağa qalxıram, məsələn, oyanmağa çalışıram, amma bacarmıram. Bugün əslində gec yatmışdım. Saat 21:32 ya da daha gec idi. 21:45 belə idi. Ad günündən gəlmişdim deyə gec yatmalı oldum. Oyana bilmirəm, yəni oyana bilmədim. Oyansam belə yəni ayıla bilmirdim. Dünənlər də eyni şəkildə. Dünən hətta yəni mənim bəlli bir vaxta qədər yuxum gəlmirdi. Saat 5-ə qədər, səhər 5-ə qədər mənim yuxum gəlmir. Artıq 5-dən sonra mənə dəli kimi bir yuxu gəlir deyə dayana bilmirəm. Amma dünən saat 3-ə işləyirdi, mənim yuxum gəlirdi və ədəbiyyat oxuyanda məni görməliydiniz. Ağzım əyilirdi ədəbiyyat oxuyanda. Ona görə düşünürəm ki, bəlkə də artıq yorulmuşam. Yəni fiziki cəhətdən dəhşət yorulmuşam, mental cəhətdən də yorulmuşam. Amma eybi yox, avqust ayında məzuniyyət gəlir. Məzuniyyət olduğu üçün rahatlıqla yata biləcəm. Yəni 21 gün evdə olacağam deyə rahatlıqla yata biləcəm və həmin dönəm səhərlər dərs oxuyacağam. Hətta bütün günümü sizin üçün çəkəcəm, hətta marafon başladacağam. 21 gün marafon başladacağam. Bacardığım qədər 21 gün video atacağam. Ata bilməsəm də 21 gün hər gün dayanmadan dərs oxuyacağıq. Yəni bəlli bir saat edəcəyik, 7 saat, 6 saat dayanmadan dərs oxuyacağıq və istəsəz siz də o marafona qoşula bilərsiniz. Eyni zamanda Telegram və WhatsApp qruplarına da qoşula bilərsiniz. Birlikdə dərs oxumaq üçün qruplarımız var. Orada abituriyentlər bir-birlərinə söhbət edirlər. Çox səmimi ortamdır bu arada. Çox sevirəm bu qrupu. Bir-birlərimizə PDF atırıq. Bu arada səsim tutulubsa çox üzr istəyirəm, amma hələ də oyana bilməmişim. Nəyə ki, özüm səsim belə oyana bilməyib. Əslində bugün çəkməyəcəkdim. Çünki Azərbaycan dilindən Azərbaycan tarixi dərsləridir. Siz bezə bilərsiniz deyə tarixdən. Düşündüm ki, sabah ingilis dilindən ədəbiyyat olanda çəkim. Amma gördüm ki, yox. Həm istəyirsiniz, həm özümün həvəsim var deyə. Bugün eyb yox, Azərbaycan tarixindən Azərbaycan dilini çəkim. Sabah da ədəbiyyatdan ingilis dilini çəkərəm. Mən 2 gün ard-arda kanalda video olacaq. Ona görə rahatlıqla baxa bilərsiniz videolara. Bu günləri dediyim kimi Azərbaycan dilini, Azərbaycan tarixi eləyəcəyik. Nələr oxuyacağıq, gəlin onların cədvəlini tutaq. Burada Azərbaycan dilindən qayıtdan artıq saydayam, şükürlər olsun. Nəhayət, bəlli bir yerə gəldim, çatdım. Keçən dəfə YouTube'da bir nəfər yazıb ki, mən metroda gedəndə oxumuşam tarixi və 30 yazmışam, yəni 30-da 30 yazmışam. Bu video məni təəccübləndirdi. Sənə inanmırım. Sənə inanmıram. İnanmaq istəmirəm. Əslində əvvəlki qayda ilə kurikulum olmadığı müddətlər, hə, belə bir şey ola bilərdi, amma sadəcə metroda oxumaqla, yolda oxumaqla, indiki test tiplərinə mümkün deyil ki, sən 30-30 yazasan. Yəni, bilmirəm, yəni Allah vergisi olsa, hə, bəlkə təməlim yaxşıdırmı deyim, bilmirəm. Amma indiki testlərin tipi o qədər dəyişib ki, biz sizi sadəcə əzbərləyib oxuyub getməli deyil də, gələk məntiqlə işləyəsiniz, eyni zamanda həmin o testləri o qədər görəsiniz ki, gözünüz öyrəşə. Ona görə sənə inanmırıq. Mənim o məşhur insanların içində mükəmməl bir plan olduğunu düşündüyüm məşhur dəftərim. Halbuki sadəcə mövzuların adlarını yazdığım, nə eləyəcəyimi yazdığım dəftərimi götürürəm və bugün nə oxuyacaq, gəlin onları yazaq. Birinci Azərbaycan tarixi oxuyacağım. Yəni, bunu yola belə ki, canımız qutarsın, həm də ki, başımız çox yorğun olmadan Azərbaycan tarixini oxuyaq. Allah, yəni inanırsınız, bəzən günləri qarışdırıram, neçənci gün olduğunu qarışdırıram. Hətta gecə az yatıram deyə bir yuxu görürəm. Bilmirəm, onu sonra real həyatda yaşamışam, yoxsa yuxuda görmüşəm. Bugün 2 iyuldur, amma biz təbii ki, yenə 1 iyul yazırıq. 1 iyul. Azərbaycan tarixi. Azərbaycan tarixindən artıq mövzu 20-dəyəm. Azərbaycanda Cəlalilərin və Teymurilərin hakimiyyəti. Böyle göstərim sizə. Sonra görməcə səfər. Belə. Bu da var. Bir də bura qədərdir. Gözümə gözəl gəlmədi, nə yalan deyil. Heç də göz zövqümə xitab eləmədi. Amma yenə də izaha baxacağım, dərs öyrənəcəm ki, görüm. Əslində qısa deyil, çox uzun deyil, bir şey yoxdur burada. Qısa dərsdir. Çox qısa dərsdir hətta. Hətta bacarsam, Şirvanşahlar dövləti və Şəki hakimliyi 13-15-ci əsrlər. Onu da oxumaq istəyirəm. Amma yox, yalan danışmayım. Uzun deyil, sadəcə əzbərləməli şeylər çoxdur. Həncə qoy bu dərsi öyrənim. Gələn dəfə eyb yox, bu dərslə mədəniyyəti birləşdirərəm. Mədəniyyət qəliz deyil o qədər də. Qoy bir-bir yavaş-yavaş öyrənək ki, yadımızda qalsın. Onsuz da yenə deyirəm, məzuniyyətdə evdə olacağım. Məzuniyyətdə dərsləri bir-bir yox, 3-3, 4-4 öyrənəcəm.
İnşallah yəni. Deməli, Azərbaycan tarixi, Cəlalilər, Teymurilər. Əvvəla bu dərsin izahına baxacağım, qeydlər aparacağım, eyni zamanda test işləyəcəm. Test. Sonra Azərbaycan dilindən test, sayın testi olacaq artıq. Say məncə ən rahat mövzulardan biridir. Bilmirəm bunun izahına baxaramı, məncə baxmaram, çünki rahat mövzudur. Biraz qaydaya nəzər yetirərəm. Hələ ki, bunları eləməyə çalışacağam. Bunlar bitəndən sonra əgər vaxtım qalsa, başqa mövzulara da baxaram, testlər daha çox işləyərəm, bəlkə nəsə təkrar eləyərəm. Amma öncə bunları bitirmək istəyirəm. Çünki madam ki, bu qədər yuxum gəlir, biraz olsun yuxum qaçdığı üçün bundan fürsətdən istifadə eləyəcəm. Bacardığım qədər tez öyrənməyə çalışacağım. Bir də ki, tarix üstündə çox vaxt itirməməyə çalışacağım. Bəzən olur ki, TikTok-a girirəm, digər yerlərə girirəm, YouTube-a girirəm məsələn. YouTube-a, yəni dərs oxursan, yəni TikTok bilirik ki, 6 saniyədir, 1 dəqiqədə videodur. Amma YouTube-da videolar 20 dəqiqə, 30 dəqiqə videolardır. Və mən o vaxtımda girirəm, YouTube-da videolara baxıram. İndi isə gəlin çox vaxt itirmədən başlayaq dərsimizə. Tarixi öyrənək, daha sonra qeydini aparaq və testini işləyək. Şirvandakı İbrahim kiçik bir ərazidə özləri üçün oranı idarə edir. İndi Əmir Teymur gəlir, Toxtamış da bir tərəfdən təhlükədir. Toxtamış amma eşidir ki, Əmir Teymur gəlir, çıxır, zərərsizləşdirsin. Hətta Əmir Teymur gəlir Azərbaycana. Azərbaycanın demək olar ki, bölgələrinin hər birini tutur. Bütün Azərbaycanı tutur, amma Əlincə qalası istisna olmaqla. Ən dövrdə Cəlalilərdə hakimiyyətdə Sultan Əhməddir. İkinci dəfə yürüşə gəlir. Bu yürüşə gələndə artıq bizim yerli fədalar öz adına mübarizəyə son qoyub. Kitabda qısa görünür, amma görürsən ki, yox da qarşılıqda. İnşallah bu da oxuyanda rahat gələr. Deməli, tarixin mövzusunu öyrəndim. Bu arada çətin deyil, dəhşət çətin deyil, sadəcə qarışıqdır. Çünki adlar bir-birinə oxşuyur. Seyid, Əli, Sultan, Əhməd. Amma daimi təkrarla ancaq yadda saxlamaq olar. Onsuz da tarixin istənilən mövzusunu daimi təkrarla yadda saxlamaq olar. Bəzən ən asan mövzuda belə bəzi şeylər unuda bilərik. Bir də bu mövzu ilə bağlı indi qeydlər aparacağım, göstərəcəm sizə.
Mövzudan qeydlər çıxardım. Buyurub şəkil çəkə bilərsiniz. Bu arada Telegram və WhatsApp qruplarına da göndərəcəm. Deməli, tarixlə bitirdim. Testini işləyə bilmir, əfsuslar olsun ki, çünki testi yoxdur. Bir də baxacam görüm, bəlkə var, bəlkə mən görməmişəm, yəni necəsə nəzərimdən qaçır. Amma həm arxada baxdım mövzuların adlarına, həm də nə bilim, işlədiyim mövzudan sonrakılara baxdım, yox idi yəni. Yəni də baxıram, Eldənizdən sonra indi gəlir burada ümumi tarixdən Ərəb xilafəti, Hindistan, Monqol dövləti, Qızıl Ordu, parçalanması nəticəsində yaranmış xanlıqlar, Teymurlər dövləti. Bir də buna baxıram. Bəlkə burada olar, amma inanmıram ya. Yəni də baxaq. Yəni bu test üçün ancaq Teymurləri oxumalıyam. Yəni də baxın bir də. Sonra gəlir Monqolların 1-ci və 2-ci yürüşləri, Xarəzmşah Cəllələrinin ölkəyə yürüşü. Okey, bunu işlədik. Monqolların 3-cü yürüşü, Hülakülər dövlətinin yaranması, Qazanxanın islahatları. Bu da getdi. Sonra gəlir bir də bir Şirvanşahlar. Yəni də baxaq, 186 ilə 196 arasına baxaq. Qatıb qarışdırıblar test kitabını, bilirsiniz. Mən deyirəm, bilirəm ki, yoxdur, var imiş. 14-cü əsrin 2-ci yarısı, 15-ci əsr. Hülaki xanın Ağqoyunu Həsən. Həsən nə əlaqə? Axı biz onu hələ gəlib keçməmişik. Sonra Cəlairi ilə Qaraqoyunlu qoy, bir dənə Qaraqoyunlu bitirək, sonra qarışdırarsın, nə qədər siz qarışıq test verərsiniz. Deyir ki, Ulat Tayler üsyanından birisi o Azərbaycanda. Ya bu indiyə qədər var idi, mənim yadımdan çıxıb, ya da ki, gələcək mövzulardadır. Niyə onu qarışdırırsınız ki? Yəni bu ümumi sınaq deyil axı. Xoşuma gəlmir testləri, zəhnim yerdə. Adam buradan düşür. Var, bilirsiniz necə var? Sadəcə qarışıqdır mövzunun içində. Şirvanşahlarla qarışdırıblar. Bilirsiniz necə Şirvanşahlarla. Evi ki, Toxtamışla Teymurun gəlməyindən sonra bir dənə də o mövzudan sonra Şirvanşahlar var. O mövzunu qarışdırıblar. Sonra gəlir Qaraqoyunlular. Yenə də tarixin testini işləməyəcəm, çünki növbəti mövzunu öyrənməmişəm. Yəni ki, onu öyrənim, daha sonra ikisini bərabər işləyəcəm inşallah. İndi keçirim Azərbaycan dilindən qaydaya. Biraz hədəfdə nəzər yetirəcəm. Test deyirəm, qaydaya danışa bilmirəm. Yorulduğumdan danışa bilmirəm. Deməli, əstəğfurullah. Deməli, birinci Azərbaycan dilindən testə keçəcəm. Əvvəla qaydanı oxuyacam. Elə belə sayın qaydası onsuz da azdır. Həm də ən rahatıdır, ən asandır. İzaha baxma ehtiyacı da yoxdur. Sadəcə hər ehtimala qarşı testə qarşımıza çıxanda yenə də gözümüz tez görsün deyə elə belə nəzər yetirəcəm. Daha sonra test işləyəcəm. Daha sonra da gedib istirahət edəcəm. Thank you.
Artıq səhər açıldı, saat 05:11-dir. Nə əcəbsə Azərbaycan dilindən ilk dəfədir bir testi solacan işlədim. Şükür Allaha, min şükür. Deməli, bugün nələr elədim? Gəlin, hətta cədvəldə işarələyik nələr elədiyimizi bir dəqiqə. Deməli, cədvəldə nələr elədiyimizi işarələyək. Azərbaycan tarixindən mövzunu öyrəndik. Testi işləmədik çünki test qarışığı idi. Dediyim kimi digər mövzu ilə bərabər işləyəcəyik. Azərbaycan dilindən sayın testini işlədik, bitirdik. Şükür Allah, bugün biraz yuxuluydum, amma ona baxmayaraq çatdırdım. Saçımın halına bax. Şükür Allaha çatdırdım. İlk dəfədir ki, mən Azərbaycan dilindən bütün bu mövzulardan, bütün fənlərdən nəhayət bir mövzunu sona qədər işlədim. İnşallah davamlı olsun. İnşallah bu sırf say asan bölmədir deyə deyil də yəni. Yəni yormadı, say mənim çox xoşuma gəldi. Hətta saat da sizə göstərəm. Saatımız da 05:16-dır. Bu arada sabah sizin üçün yeni video çəkəcəm. Yəni bunu kanala yükləyəcəm, o heç. Amma sabah axşam yeni video çəkəcəm. Ədəbiyyatın ingiliscə çəkəcəm ki, sizin üçün fərqli olsun. Hətta 6-cı gün ya da bazar günü də bərabər, yəni riyaziyyatı birləşdirib sizin üçün çəkə bilərəm. Sırf riyaziyyata vaxt ayırdığım bir gün var inşallah. Onu çəkəcəm ki, ancaq eyni dərslər, fənlər olmasın ki, siz də yorulmayın. Azərbaycan dili, Azərbaycan tarixi, ədəbiyyat ingiliscə ayrı, bir də riyaziyyat ayrı. 3 gün yəni video olacaq. Yəni sabah, birisi gün, bir də bazar günü ola bilər. Çünki 6-cı gündən bazar günü birləşdirmək istəyirəm. 3 gün keyf eləyəcəyik. Yəni keyf eləyəcəksiniz. Kanal bayram eləyəcək. Ona görə də siz də kanalı izləməyi unutmayın. Və Telegram və WhatsApp qruplarımıza gəlin, sizi gözləyirəm. Bu arada mən belə şey istəyən deyiləm, yəni heç vaxt da istəmirəm ki, yəni like eləyin, neyin. Amma videoların daha çox insan qarşısına çıxması üçün kanalın like olunması, yəni daha doğrusu video like olması vacibdir. Əgər istəsəz, əgər xoşunuza gəlsə, onda bir dənə like daha edərsiniz ki, başqa insanın qarşısına çıxsın. Çünki bu videoları çəkəndə həqiqətən həm editi, həm də ki, o dərs arasında video çəkmək biraz da olsun vaxtımı alır. Yəni İstəyirəm ki, daha çox insanlar çatsın. Neysə, ümid edirəm ki, bu video sizə motivasiya oldu. İnşallah dərslərinizdə uğur qazanın, çoxu test işləyin. Məndən, bəli, o da sizlə sağollaşdı, Toyuq da sizlə sağollaşdı. Mən isə indi sizlə sağollaşıram. Növbəti videolarda və vloglarda görüşmək ümidi ilə hələlik.